İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 13-cü testimizə. Burada bizdən genitive case, yəni yəlik hal istəyir. Yəlik hal ya apostrof s-dən sonra ya da s apostrofdan sonra noun, yəni isim işlənməlidir və yaxud da oflu birləşmələrimizə baxmalıyıq. Deməli, birinci cümləmizdə his father's sudden call, onun atasının qəfil zənci. Deməli, burada yenə də apostrof s-dən sonra isim işlənmişdir. Surprise does bizi təəccübləndirdi, bu düzgündür. Daha sonra her brother's name is Alex. Deməli, qardaşının adı yenə də apostrof s-dən sonra name isim işlənmişdir, düzgündür. Burada got varsa deməli has gotun qısaldılmış formasıdır. 4-də isə FU-dan sonra weeks cəmdə verilibdir. Biz də bilirik ki, FU sayılı bilən cəm isimlərlə işlənir, düzgündür. Burada isə ing-li feil gəlmişdir. İndiki davam və edici zamanların göstəricisidir. Çünki burada da now vardı. Yəni apostrof s-dən sonra ing-li feil gəlirsə, ya indiki davam edici zamanda, ya keçmiş davam edici zamanda. Ona görə də bunu yəlik hal kimi götürmürük. Düzgün cavabımız olacaq 1, 2, 4, yəni B bəndi. Baxıram burada 14-cü testimizə. 14-cü testimizdə Himalayas. Biz bilirik ki, dağlar silsilə şəklində verilirsə, biz mütləq ondan D artıqla istifadə edirik. Deməli, B, D variantları ələndi. Sonra highest sifətin üstünlük dərəcəsində mütləq yenə də D artıqla istifadə etməliyəm. Deməli, bunlar da ələndi. Ümumiyyətlə, burada heç nə yoxdur. Əvvələsində də artıqla istifadə etmiş, cavabımız oldu A bəndi. İndi isə keçirik 15-ci testimizə. Deməli, bu testimiz yadınızda qalsın ki, not only'dən sonra not only but also olan cümlələrdən not only'dən sonra gələn ismə uyğun qayıdış əvəzliyini seçməliyik. Deyir ki, mən nəinki ölkənin özünü, həmçinin xalqını da xoşladım. İndi ölkənin özünü dediyinə görə country-nə nə verə bilirik? Itself. Ya A bəndidir, ya da D bəndidir. Həmçinin onun xalqını burada nöqtələrdən sonra isim işlənmişdir. İsimlə işlənən yəlik əvəzliyi də it's olmalıdır. Cavabımız oldu A bəndi. Daha sonra baxıram 16-cı testimizə. 16-cı testimizdə bizim göstəricimiz amongdur. Among üstünlük dərəcəsinin göstəricisidir. Ya D bəndidir, ya da E bəndidir. Deməli, best-lə də mostun bir fərqi ondadır ki, best-dən sonra sifət işlənməz, isim işlənər. Mostdan sonra isə sifət işlənir, düzgündür. Cavab oldu E bəndi. Daha sonra baxıram 17-ci testimizə. 17-ci testimizdə deyir ki, bu şəhər qədimdir. Qədimdirsə, köhnə binalar orada çox olar deyirik də, düzdürmü? Ona görə də cavabımız olacaqdır A bəndi. Few-da sayıla bilən isimlərlə, cəm isimlərlə işlənir. Amma few az deməkdir. Qədimdirsə, az köhnə bina var demərik, çox köhnə bina var. A lot da, much da sayıla bilməyən isimlərlə işlənir. A lot isə zərfdir, yəni feillə işlənir, isimlə işlənmir. 18-ci testimizə də baxaq. Deməli, cümləmiz baxırıq təsdiqdədir. Təsdiqdədirsə neither ələndi. Either inkarda sonda olmalıydı. Yəni, Sophie doesn't either olsaydı düz olardı. So inkar cümləsində işlənmir və to da inkarda işlənmir. Düzgün cavabımız oldu D bəndi.